Hamiləlikdə aşkar olunan süd vəzi xərçəngi haqqında danışmaq istəyirəm. Qeyd edeyim ki, süd vəzi xərçəngi hamiləlik zamanı aşkar olunursa, öz gedişinə görə bir qədər fərqli ola bilir. Çünki hamiləlik zamanı biz əldə olan bütün müalicə üsullarından istifadə etmək imkanından məhrum olmuş oluruq. Lakin hamiləlikdə də süd vəzi xərçənginin müalicəsi vardır və qeyd edeyim ki, hətta hamiləlik zamanı biz kimyoterapiya da apara bilirik. Lakin cərrahi əməliyyatı adətən hamiləlik başa çatdıqdan sonra əməliyyatı həyata keçirə bilirik. Əgər süd vəzlərinizdə müəyyən bir problem varsa və hamiləlik planlaşdırırsınızsa, mütləq şəkildə və qeyd edim ki, heç bir problem yoxsa belə sizə bir həkim, mammoloq, onkoloq olaraq süd vəzlərinizi hamiləliyi planlamadan öncə müayinə etdirməyinizi tövsiyə edirəm. Çünki bu xəstəlik hamiləlik başlamamışdan öncə ilkin olaraq başlaya bilər və hamiləlik zamanı xəstəliyin gedişi daha sürətli və aqressiv ola bilir. Ona görə də əziz izləyicilər, hamiləlik planlaşdırırsınızsa, mütləq şəkildə süd vəzlərinizi müayinə etdirməyi unutmayın.